Dostlar, bu günləri videom belə başlayacağım ki, property market maker, property trader. İndi səbəbi isə deyəcəm. Niyə gülməyim gəlir? İndi mən sizə bir addım deyəcəm. Oyun, trading oyunu şahmat kimi bir oyundur. Bir neçə gediş qabaqçadan fikirləşmək lazım idi. Grafik buradan düşüş olacağını fikirləşmişdik. Güclü, yəni sel gedəcəyini. Bu bir addım. Hələ başlamamışdı. Bu hissədə, kimsə bilmirsə günlükdür qızıldır. Bu hissədə yalancı sifariş bloku yaratdığını əvvəlcədən deyilmişdi. Yəni tələbələrimi də xəbərdarlıq eləmişdim. Sonra dostlar, burada qalxış zamanı mən belə bir söz demişdim. Demişdim ki, gəlib burada bu yalancı bir sifariş bloku yaradıb burada. Burada birinci növbədə bunu market maker'in atacağı attım. Gəlib bura kimi gəlib, sonra düşüş verə bilər. Gəlib diqqətlə baxaq. Bax, görürsünüzmü? Bax, bura kimi gəlib, toxunmayım. Düşüş verib. Sonra gəlib təzdən. Götürüb, baba bu hissəyi götürüb. Sonra nə demişdim tələbələrimə? Demişdim ki, bir belə addım atacaq. İkinci, bunun gövdəsinə kimi təqribən gəlib ondan sonra düşüş verəcək. Ehtimal olacaq da yəni. Yeni gətirib o gövdəsinə kimi qoyuruq dostum. Diqqətlə bax. Grafikə bir diqqətlə baxırım o. Dostlar, buradan gəlib. Görürsünüzmü? Gəlib, bax gəlib. İndi burada gəlib deyən, hə. Bunu özünüz biz ki, bazar qeplə açılmışdı. Bu həmən vəziyyətdə, tarixi də gətirim görün. Həmən bu vəziyyətdə. Yəni, savaş başladı İrandan, Amerika. Yəni, nə dərdi? Bax, götürək bu hissəsin. Fikir verin. Gövdəsinə kimi gəlib düşüş verdi. Demişdim ki, düşüş versə, hara kimi düşüş verə bilər. Burada FVG zonasıdır. Gəlib FVG-ni bağlayıb, sonra bundan qalxış gedə bilər. O da baş verdi. Grafik hələ burada olanda, buranı keçəcəyi deyilmişdi. Bu bir. Grafik buralarda olanda, bir bura toxunuşu demişdi. İki bura toxunuşu deyil. Bura toxunuş olub düşüşün deyilmişdi. Bura toxunuş olub düşüşün deyilmişdi. Buradan da toxunuş olub düşüş olsaydı burada FVG'yi bağlayıb qalxış edir. Əslində baba burada sifariş bloku bu qırmızı şamdır. Bilin. Bəziləri deyəcək bu sifariş blokuna görə bura toxunuş olub gedir. Dostlar, bu sifariş bloku deyil, kırmızı şamlı sifariş bloku. Kırmızı şamdan sonra burada güclü qalxışlar baş verib. Görürsünüz, kırmızı şamlı sifariş bloku. Bu əslində gəlib bura girməyi, bax. Gəlin bir baxa. FVG-yə bağladı. Düzdür, bunun təqribən gövdəsinə kimi gəlmə ehtimalı var. Gözü gəldi, dəydi, getdi. Bu kırmızı şamata toxundu. Yəni, bəzən var, gizlədilər. Burada da yenə də yalancı sifariş bloku yaradıb. Hamıya uğurlar, bol qazançlar dostlar. Trading bir şahmatdır. Əvvəlcədən sən 2 gediş, ən azından 3 gediş qabağı fikirləşməlisən.